Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz olacaq isimin hallanması. Bildiyimiz kimi isimin 6 dənə halı var. Tabii bunu durub deməyə ehtiyac yoxdur. Birinci başlayaq. Hallanma nəyə deyilir? Bax, bizim bu bildiyimiz hallanma isimlərin əlaqəyə girdiyi sözün tələbi ilə müxtəlif formalara görə, müxtəlif forma üslubuna görə dəyişməsinə isimin hallanması deyirik. İndi başlayaq birinci adlı haldan. Adlı halın sualları elə ismin öz orijinal sualları, orijinal deyəndə, yəni biz deyəndə ismin sualları kim, nə, hara deyiriksə, bax elə o adlı halın suallarıdır. Kim, nə, hara. Bu adlı halın suallarıdır. Adlı halın xüsusi şəkilçisi yoxdur. Şəkilçi isə yazdım, şəkilçi deməkdir 0. Yəni şəkilçi olmaz. Cümlədə adlı hallı söz cümlədə işlədilir. 3 cümlə üzvü vəzifəsində işlədilə bilir. Birincisi, onlar mübtəda. Mübtəda kimi ola bilər. İkincisi, onlar cümlənin xəbəri. Üçüncüsü isə onlar cümlənin təyini kimi işlədilə bilər. Adlı hallı söz. Bax, bu 3 cümlə üzvü vəzifəsində işlədilə bilir. Mübtəda kimi, məsələn, bir dənə nümunə deyək ki, Aqil bura gəldi. Kim? Aqil oldu. Mübtəda kimi. Bura gələn Aqildir. Kimdir? Aqildir. Təyin kimi işləndikdə isə biz növbəti mövzularda öyrənəcəyik. Burada ismin sifətləşməsi var. Dəri, çanta, yun, corab, polad, qapı və s. Yəni bu daha çox birinci tərəfi isimləşən adlı hallı sözlər də olur. Cümlənin təyini vəzifəsində işlədilir. Deyirsiniz ki, müəllim, bəzən bu zərflikdə olur axı. Olur, bəli, qoşmalı sözlərlə işləndikdə ola bilər cümlənin zərfliyi də olsun. Amma ehtiyac yoxdur. Yəni bir hala görə, məsələn bir dənə istisnalara görə durub biz ona adlı hal cümlənin zərfliyi də olur kimi bir yanaşma ilə yanaşa bilmərik. Məsələn, heç vaxt zərfli ola bilmirdisə testdə, bu səhv fikirdir. Amma yazsa ki, adlı hal cümlənin mübtədası xəbəri təyini olur, düz fikir kimi götürə bilərsən. Yəni orada bir problem yoxdur. Sonra adlı hallı sözün dediyi şəkilçisi yoxdur. Məsələn, bir dənə adlı hallı söz yazaq bura, qələm. Qələm. Və yaxud da yazaq bura, kağız. Kağız. Bax, 2 dənə söz yazmışıq. Adlı haldadır. Şəkilçisi yoxdur. Bir dənə də yazaq. Deyək ki, fincan. Fincan. 3 dənə söz yazdıq. Biz burada hal şəkilçisi olmur dedik. Düzdür, adlı halın xüsusi şəkilçisi yoxdur dedik. Amma adlı halda olan sözün tərkibində şəkilçi olmayacaq deyə bir söz demədik. Onlar qələmlər. Görürük ki, burada hər hansı bir yenə də adlı haldan çıxmadı. Yəni adlı halda olan sözün tərkibində cəm şəkilçisi, kağızımız, mənsubiyyət şəkilçisi, fincandır, xəbərlik şəkilçisi kimi şəkilçilərdən istifadə oluna bilər. Bax, burada bunların bu şəkilləri qəbul etməsi o ismin hər hansı bir halının dəyişməsinə heç bir dəlalət etmir. Keçək yiyəlik hala. Bax, adlı hal haqqında bu qədər. Keçdik yiyəlik hala. Yiyəlik hal, yiyəlik sahiblik məzmunu bildirir. Xüsusi şəkilçisi var. İn üstü 4 və yaxud da nin üstü 4. Yəni, burada nıb dişdirdi samil kimi işlədilir də bildiyimiz kimi. Bax, bu şəkilçilər vasitəsilə yiyəlik hallı söz əmələ gəlir. Sualları isə, bayaq dediyimiz kim, nə, haraydısa adlı halda, burada isə kimin, nəyin, haranın da yazmıram. Yəni, həmin o adlı halın suallarına in şəkilçilərin əlavə edirik. Ümumən, baxanda bütün isimlər hallanarkən in şəkilçisi qəbul edir. Dilimizdəki bu hallanma digər nitqçilərində müşahidə oluna bilər. Yəni, elə bir problem, məhdudiyyət yoxdur. Amma hallanma sırf ismə məxsus olan xüsusiyyətdir. Ona görə biz bunu məhz isim bölməsində öyrənirik. İsim bölməsində öyrənirik. Deməli,
Burada iki dənə söz var ki, onların hallanması biz və mən sözlərinin hallanması bir qədər fərqlidir. Fərqli olan nədir? Burada in əvəzinə im şəkilçisini qəbul edir. İn əvəzinə im. Qalan digər bütün sözlərdə in şəkilçisi qəbul edərək hallanır. Keçək yəlik alın bölünməsinə. Yəlik al bölünür iki yerə. Müəyyən yəlik al, müəyyən yəlik al. Bir də olur qeyri müəyyən yəlik al. Qeyri müəyyən yəlik al kimi işlədilə bilir. Bax, iki dənə müəyyən və qeyri-müəyyən yəlik al. Deməli, buradan müəyyən yəlik alın şəkilçiləri bəlli olur. İn şəkilçisi olur, amma qeyri-müəyyəndə o şəkilçi nəzəri olaraq yoxdur. Yəni, biz o şəkilçini görmürük. Amma biz baxanda onu görmürük. Amma o demək deyil ki, o söz yəlik halda deyil. Yəni, ona qeyri-müəyyəndən danışanda deyəcəm. İndi müəyyən yəlik ala bir nəzər salaq. Bu qeyri-müəyyəni silək, qeyri-müəyyənlə işimiz qalmadı. Keçək müəyyən yəlik ala. Deməli, yəlik halının əsas tələbi özündən sonra əsasən üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisi gəlir. Əsasən. O da hansıdır? I şəkilçisidir. Amma yəlik al, məsələn, kitabın, qələmin, kağızın, bax, kağızın üzü, kitabın vərəqi və s. Bax, bunları götürə bilirik. Amma burada məsələ nədir? Məsələ odur ki, bu in şəkilçisi dedik, bu in şəkilçisi. Bu in şəkilçisi gəlir, çıxır, mənsubiyyət şəkilçisində də, yəni ismin mənsubiyyətində də dəyişməsinə görə də in şəkilçisi var. Bəs yaxşı, mən hardan bilim ki, o mənsubiyyət şəkilçisi ilə bu hal şəkilçisi necə fərqləndirə bilərəm? Məsələn, deyək ki, pəncərənin şüşəsi sınmışdır. Fərz eləyək belə bir şey. Sınmışdır. Deməli, burada gəlin pəncərənin sözünə baxaq. Deməli, bax, bu qeyri-müəyyən yəlik halın in şəkilçisi var, Özündən sonra bir dənə mənsubiyyət tələb edir. Əgər cümlənin xəbəri deyilsə. Yəlik haldan sonra xəbər vəzifəsində işlənməyibsə, indi ora toxunacam, mütləq şəkildə bu mənsubiyyət şəkilçisi tələb eləyəcək özündən sonra. Yəni, bu mənsubiyyət olmazsa, orada xəbərlikdən söhbət, yəni, burada yəlikdirsə, özündən sonra mənsubiyyət var. Əgər bu mənsubiyyət yoxdursa, burada mənsubiyyətdən yəlikdən danışa bilmərik. Pəncərənin şüşəsi. Bunu belə müəyyən eləyə bilərik. Və yaxud da sözə hər hansı bir hal şəkilçisini artıraq. Bura. Bu sözdəki ini bilmək istəyir. Düzdür. Pəncərənindən artırmaq olar. Pəncərənindən şüşəsi olmur. Amma indi başqa bir nümunə yazaq. Bunu silək. Yazaq ki, sənin məktəbin. Və iki dənə in var. Sənin cavabın. Cavabın. Baxaq, burada iki dənə in var. Bunların biri mənsubiyyətdir, biri haldır. İndi gəl bura artıraq. Səninə cavabın. Olar. Sənindən cavabın. Başqa bir hal şəkilçisini artıraq da. Sənindən cavabın. Olur. Xeyr. Olmur. Amma cavabın sözünə artıraq. Sənin cavabına. Sənin cavabından. Görsən, bura artıq bir dənə hal şəkilçisi artıra bilirəm. Amma mən bura bir dənə də hal şəkilçisi artıra bilmirəm. Ona görə də bunu müəyyən edirəm ki, bu yəlik hal, bu isə mənsubiyyət şəkilçili söz kimi çıxış eləyir. Məsələn, deyək ki, sənin yazmayaq, başqa bir şey yazaq. Əlinin, burada elə eləyək ki, bitişdirici olmasın, sizi çaşdırar. Yazaq ki, məsələn, Həsənin
gözlərini, gözün, Həsənin gözünü, Həsənin gözü yazaq. Həsənin gözü. Bax, burada baxaq. Hansı hal şəkil söz hansıdır? Təbii ki, Həsənin. Hardan bildim? Çünki özündən sonra mənsubiyyət şəkilli söz var. Bu formada da müəyyən edə bilərik. Yəni, yer çaldan sonra mütləq şəkildə mənsubiyyət şəkilçili söz gəlməlidir. İkinci bir qayda isə, bu qayda daha yaxşı qaydadır. Məsələn, yazaq, qələmin ucu. Bir də yazaram, qələmin yaxşıdır. Burada görürük ki, 2 dənə qələmin sözü var. Bunun hansının yiyəlik, hansının mənsubiyyət şəkilçisi olmasını bilmək üçün qarşısına bir dənə hal şəkilçili söz artıraq. Sənin sözün. Sənin qələmin ucu demək olur. Xeyr, olmur. Olmursa, buradakı qələmin sözünün tərkibindəki in hal şəkilçisidir. İndi bura artıraq. Sənin qələmin yaxşıdır. Artırdım bura. Oldu, bəli. Deməli, buradakı in artıq olur. Mənsubiyyət şəkilçisi. Buradakı in isə olur. Mənsubiyyət şəkilçisi, əgər biz onun qarşısına yiyəlik hallı söz artıra bilsək, mənsubiyyət artıra bilməsək, hal şəkilçili söz kimi çıxış eləyir. Bura baxaq indi. Bayaq dediyimiz qayda var. Qələminin ucu, qələmindən ucu demək olur. Yəni, hər hansı bir şəkilçisini artıra bilmirəm ki. Qələminə ucu, qələmini ucu olmur. Amma bax, qələmindən yaxşıdır. Qələminə, sənin qələminə yaxşıdır. Haradasa qoymaq olur da. Damdəni məsələn rahatçılığından qoya bilirəm. Deməli, burada mənsubiyyətdir. Yəni, bu formada da özünü göstərir. Bu müəyyən yiyəlik hal. Bir də deyim ki, cümlə üzvü kimi yiyəlik hallı söz, yalnız müəyyən yiyəlik hal. Cümlənin müstəqil cümlə üzvü kimi ancaq xəbər olur. Xəbər. Və digər formada bu hər hansı bir söz birləşməsinin tərkib hissəsi olaraq digər cümlə üzvləri vəzifəsində işlənir. Amma o yiyəlik hal olmur. O artıq söz birləşməsi olur. Yəni, ona biz yiyəlik hallı söz demirik. Burada müəyyən yiyəlik hallı söz ancaq cümlənin xəbəri olur. Qeyri-müəyyən yiyəlik hal isə heç onu da olmayacaq. Bəs yaxşı, qeyri-müəyyən yiyəlik hal nədir? Qeyri-müəyyən yiyəlik hal şəkilçisi var, nəzəri cəhətdən var, amma görmürük. Məsələn, deyək ki, bazar günü. Bazar günü. El gücü. Və burada görürük, 2 dənə məsələn yazmışam qeyri-müəyyən yiyəlik hallı söz. Biri bazar, biri də el. Düzdür. Burada el gücü, bazar günü. İndi bunlarda maraqlı məqam nədir? Bu, ümumiyyətlə, qeyri-müəyyən yiyəlik hallı söz həmişə ikinci növ təyini söz birləşməsinin onu qarşıdakı dərslərimizdə keçəcəyik birinci tərəfi olur. Yəni, bu müstəqil cümləsi ola bilmir. Mütləq şəkildə bu qeyri-müəyyən yiyəlik hallı sözdən sonra mənsubiyyət var. Və bir dənə söz buraxım olacaq, yoxdur elə bir şey. Birbaşa özündədir. Yəni, bu sözdən sonra növbəti söz mənsubiyyətdir. Sən onu qeyri-müəyyən yiyəlik hallı söz görürsənsə, ondan sonraki sözün tərkibində mütləq şəkildə mənsubiyyət şəkilçili söz olacaq. Bu öz yerində. Məsələ nədir burada? Maraqlı məsələ nədir? Elin gücü deyə bilirəm. Bazarın günü isə deyə bilmirəm. Nəyə görə buna deyə bildim? Buna deyə bilmədim. Bu söz sanki bütün qeyri-müəyyən yiyəlik hallı sözləri çevirmək olmur. Bu öz yerində. Bunun səbəbi bu mənsubiyyət şəkilçili söz, bu mənsubiyyət var. Amma buradakı mənsubiyyətə baxın, güc sözündəki ü. Bu güc nəyin gücündən söhbət gedir? Elin. Düzdür. Birbaşa elə aiddir bu mənsubiyyət. Amma buradakı i birbaşa bazara aid deyil. Bazara mənsub deyil. Bu nə? Həftənin bazar günü. Sanki bir dənə də söz buraxılıb.
Aydın oldu, həftənin sözünə aiddir. Ona görə biz burada onu bərpa eləyə bilmirik. Yəni səbəbi də bu. Onun səbəbini bilmək o qədər də mütləq deyil. Bax, müəyyən eləyə bilsəm də, bilməsəm də bu formalı sözləri mən hesab eləyirəm. Üçüncü növ təyini söz birləşməsi. Üçüncü növ yox, qeyri-müəyyən yerli çallı isim hesab edirəm. Sonra bu qeyri-müəyyən yerli çallı sözün də sualı nədir? Bəs bunu mən adlı kallı sözdən necə fərqləndirəcəm? Adlı kallı sözdən fərqləndirmək üçün bayaq dediyimiz qayda var idi. Özündən sonra bu qeyri-müəyyən yerli çallı söz. Məsələn, deyək ki, yay gecəsi, yay havası, yay havası. Baxaq, havası sözünə baxın, yay yerli çaldı. Hardan bildim? Çünki özündən sonra mənsubiyyət var. Amma deyirəm, yay gəldi. Yay gəldi. Gəldi. Burada elə bir tələb yoxdur bizdə ki, yay sözü burada olsun, deyək ki, öz yaydan sonra adlı mənsubiyyət şəkilçisi gəlsin. Bizim burada belə bir tələbimiz yoxdur. Ona görə də biz bunu açıq-aşkar hesab edirik ki, yay havası birləşməsindəki bu olur cümlənin yay sözü yiyəlik, buradakı yay sözü isə adlı kallı söz ola bilər. Məsələn, ona ehtiyac yoxdur. Həm də burada müstəqil cümlə üzvü kimi adlı kallı söz adətən müstəqil cümlə üzvü olur. Adətən deyəndə tərkib daxilində deyilsə müstəqil cümlə üzvüdür. Amma yiyəli kallı söz mütləq şəkildə ikinci növün asıl tərəfi kimi çıxış eləyir. Sonra adlı kallı sözdən sonra heç bir söz gəlməyə bilər. Amma qeyri-müəyyən yiyəli kallı söz, məsələn üçün, deyək ki, buradan yayı buradan sil də, yay yoxdur. Yaydır. İndi yaydır. Yaydır sözü isimdir. Sözündən sonra adlı kallıdır, sözündən sonra desən gəlməyib. Amma yay havası burada mütləq şəkildə qeyri-müəyyən yerli çaldıdırsa, özündən sonra nə tələb eləyəcək? Yay havası, özündən sonra tələb eləyəcək mənsubiyyət şəkilçili söz. Hər hansı bir söz olmalıdır. Bu da adlı kalınan qeyri-müəyyən yerli çalın fərqləndirilməsi. İndi keçək yönlü çala. Yönlük halın. Yönlük halın deməli şəkilçisi A, Ə, Ya, Yəd. Yəni burada yaya deyərkən biz burada y bitişdirici kimi çıxış eləyir. Ya haqqı Allah. Bəzən na, nə kimi də olar. Nə da bitişdirici kimi iştirak edə bilər. Sualları da yenə də adlı kala suallarına kimlə, haraya, bunları artıq kimə, nəyə, haraya formasında suallarından birinə cavab verir. Sonu burada yerli çalın şəkilçisi bəzən bir yanlış olaraq deyir, testlərdə çaşdırmaq üçün verirlər ki, yönlü çalın şəkilçisi fərqli tələffüz olunur. Xeyr, yönlü çalın bu A-sı var ha. Elə həmişə A kimi də tələffüz olunur. İstəyir yası olsun, istəyir nası olsun. Elə həmişə elə də tələffüz olunur. Burada fərq nədədir? Bax, kölgə sözünü yazaq. Kölgə. Kölgəyə. Saldım bunu yönlü çala. Düzdür. Sonu A və Ə ilə bitəndə. Bir dənə də baba yazın. Baba. Bu iki dənə A, bu da Ə. Bitəndə baba, ya. Tələffüzdə bunlar olur, tələffüz zamanı bunlar qapalı saati keçir. Yəni, kölgəyə, Ə keçdi oldu i, babıya, A da oldu i. Tələffüz zamanı bax bu dəyişiklik baş verir. Sonu A, Ə ilə bitərkən bu yönlü çalın şəkilçisi A, Ə. Özündən əvvəlki o A, Ə var, A. Sonra saitlə bitən sözdə kölgədəki A, Ə, babadakı A. Onu qapalı saitə çevirir. Yəni bu onun özünə heç bir təsir etmir. Yönlü çallı söz cümlənin deməli əsasən
olur zərflik vəzifəsində işlənə bilər, bir də ki zərflik vəzifəsində işlənər, bir də ki xəbər kimi çıxış edir. Bəzən zərfli olur, amma əsasən tamamlıq olur. Tamamlıq, qoy yazaq elə. Tamamlıq, xəbər, bir də zərflik vəzifəsində çıxış edir. Yönlü hal digərlərə nisbətən sadədir. Bəzən də deyir ki, yönlü hal bildirir ki, hərəkətin istiqamətini, çatacağı nöqtəni, yönünü bildirir. Adından göründüyü kimi. Bəzən yönlü hallı söz yön istiqamət bildirmir. Bu hansı halda mövcud olur? Məsələn, deyirsən ki, kitabı 5 manata aldım. 5 manata. Görürük, bu manata. Burada A. Yönlü hal şəkilçisidir. Amma yön deyil ki, 5 manata. Burada bir yön var. Xeyr. Sadəcə olaraq 5 manata. Buradakı A yön bildirmir. Və deyəndə bu olur. 50 qəpiyə, 5 manata, 20 qəpiyə və s. məbləğ. Bir də deyirik ki, məsələn, çörəyi 2-yə böldü. 2-yə böldü. Burada 2-yə sözündə gör hələ bir hər hansı bir yön, istiqamət varmı? Xeyr, yoxdur. Deməli, burada 2-yə sözündəki yön istiqamət bildirməyən yönlü hal şəkilçisidir. Təxmini 20 dəqiqəlikdir. 20 dəqiqəni keçib, digər hallar üçün ayrıca video çəkərik. Bax, bu 3 hal haqqında, indi növbəti hallar haqqında da növbəti videonu hazırlayarım. Çox olanda adam yorulur baxmağa. O səbəbdən də 20 dəqiqə ilə yekunlaşdıraq, növbəti videoya keçək. Çox sağ olun, diqqətinizə görə təşəkkür eləyirəm.